Vaxtınız xeyirli olsun gözəl dostlar. Deməli, bugünkü mövzumuz Muhammed Peyğəmbər dostum. Söhbət nədən gedir? Niyə görə bu mövzudur? Son zamanlar TikTokda, orada burada bu mövzulara rast gəlinir ki, bu insan güya 6 yaşında qızla ailə qurub, sonra gözləyib, bəziləri deyir 6-da elçi olublar, nişanlı olublar, 9-a qədər onu böyüdüb, tərbiyə edib, 9-da isə evlənibdi və s. və s. Bəziləri deyir ki, o pedofildir, çünki uşaqlarla şey eləyib, o birisi arvadbazdır, 15 dənə arvadı olub və s. və s. Yəni, bu mövzular rahat da danışırlar. Bunun kökü hardan qaynaqlanır? Yəni, mən bunu çox fikirləşdim ki, mən bu insanı ən azı bir 50 dəfə rüyamda görmüşəm. Onun yarısını bir 25 dəfəsini söhbət eləmişik, müəyyən mövzular. Bu necə ola bilər ki, mən bunu tuta bilməmişəm, söhbət nədən gedir? Yəni, oxşamır buna, heç cür uyğun gəlmir. Ona görə yox ki, bu Peyğəmbərdir, ay nə bilim, svetoydur, müqəddəsdir falan. Yox, ondan getmir söhbət. Lüboy bir insana baxanda, onun səsinin tembrini eşitəndə bilirsən söhbət nədən gedir. Bu şeyi nəyisə eləyər, yoxsa o rahat bilinir. Bunu ekspertizdə işləyənlər, məhkəmədə işləyənlər, nə bilim, prokuratorda işləyənlər, psixoloqlar, KGB-şniklər bu şeyləri çox yaxşı bilirlər. İnsanlar bir dənə söz soruşurlar. Tutalım, deyir, yox, sırazı bilir ki, yalan deyir, düz deyir. Və yaxud elisi var ki, baxan kimi bilir ki, bu bunluq deyil. Bunlar adi bir şeylərdir. Biz də həyatda yaşayırıqsa, milyon dənə dürüst, milyon dənə aferist görürsə, tanıyırıq insanları. İndi mövzu nədən gedir söhbət? Mən bunu araşdırdım, çox araşdırdım. Sonda yenə də elə eyni o bildiyim mövzuya rastlaşdım. Həmişə deyirdim ki, kimsə Quran-Kərim tərcümə edirsə, o gərək ən azı 20 il Ərəbistanda yaşaya, oranın psixologiyasını, tarixini, ümumiyyətlə o ən primitiv söz var, gözüm səndən su ismini, onu tərcümə eləmək olmur da rus dilində. Hərf və hərf başqa cür alınır. Yəni, bu cür sözlər, terminlər xalqların hamısında, mədəniyyətlərdə var. Sən burada 20 il yaşayıb hamısını öyrənməlisən, həm tarixi olan o faktları falanları, o cür adətləri, nə bilim, mədəniyyətləri, eyni zamanda da Azərbaycanda, sonra bunu qəşəng tərcümə eləməlisən. Buranın psixologiyasını, oranın psixologiyasını tutuşdurub, hərf və hərf yox, mənasını konkret verməlisən. Ki, söhbət bilinsin ki, nədən gedir. Beləliklə, Ərəbistanda bir dənə adət var idi. Qız, uşağı, o həddi buluq deyirlər də, aybaşı olana qədər yaşın saymırlar. Elə ki, həmin o həddi buluğa çatdı, tutalım da bu 9, 10, 11, bəzən 12, fərq eləmir. Axırı bu yaşların birində xəstəlik başladısa o dövrü, menstrual sikl. Ondan sonra buna yaş verilir. Tutalım ki, Ayşə 9 yaşında həmin o həddi buluğa çatıbsa, bizim dildə 10 yaşında, ərəblərdə isə bu 1 yaş sayılır. Və əgər Ayşə 6 yaşında nişanlanıbsa, 9 yaşında artıq gərdəyə giribsə, bax bu 9-un üstündə bu 9 yəni edir 18. Əgər 6 yaşıdırsa, deməli 15 yaşında nişanlanıb, sözlü olublar. Yəni adət bu cür olub. Bəzilərində isə prosto saxlayıblar, tutalım da, əri gec gedib. 10-dur, üstünə 15 də gəlib. Yəni onlar deyir ki, 15 yaşında qızımı ərə verdim və bu dövrdə onun üstünə gələndə eləyir 24. Yəni əslində həqiqət budur. Ərəblərin və orada olan buzxana deyə bu xaraba donan adam. Beləliklə, burada pet zadı yoxdur, ona görə adam tez bozat danışım çıxım rədd olun bu otaqdan. Beləliklə, nə deyəcəkdim? Həmin o Ərəb yarımadasında olan xalqların çoxunda bu cür idi. Və hətta Yahudilərdə belə bir şey var idi. Bir-birinə Allahın oğlu deyirdilər. Yəni, belə bir termin var idi. Ay Allahın oğlu, gəl bura. Bu da ilah da onlarda kim imişsə, nə imişsə sonunda. Bunu götürüb tərcümə eləyəndə deyir, İsa Allahın oğlu deyirlər. Əslində oğlu deyilir, bunların düşüncəsində odur. Necə ki, gözüm səndən su isminin misalı var. Bax, bu da elə bir şeydir.
Şeye getsən, Gədəbəydə çoxu deyir, Tanrın yansın. Onların dilində var o söz, o qarğış. Tanrı nədir? Bütləridir, hansısa bir. Onu yandıranda taxtadan da avtomatik olaraq yerinə oturur. Beləliklə, nəticə nə çıxır? Bu şərəfsiz, əsəbindən deyil, şərəfsiz. Həmin o qafil insanlar götürüb, deyəndə ki, Peyğəmbər 6 yaşında şey eləyib, uşağı neynəyib, pedofil olub. Bu mümkün olan şeydir. Yəni, nə dinlə, nə şəriyyətlə, nə insanlıqla, heç nə ilə uyğun gəlmir. Bu mümkün olan şeydir. Zaten mən bilirdim də belə də, amma bax, bu tarixi faktı bilmirdim və bunu araşdıranda, üzə çıxanda məlum oldu ki, həmin o araşdırması deyir ki, bunu hamı bilir də. Nətər hamı bilir ki, heç kəs bundan danışmır, hamısı bundan danışır. Mən bilmirəmsə, deməli çox adam bilmir. Bu 100% belədir. O demək deyil, mən hər şeyi bilirəm, amma sadəcə mən də tədqiqatçıyam, araşdırmacıyam. Və buna ilk dəfədir rast gələndə bu işlərə rast gəlmişdim. O vaxtlar yəni heç bilmirdim tədqiqat nədir, amma tədqiqatçılarla söhbət eləyəndə bu şeyləri danışmışdılar. Maraqlı gəlmişdi. İndi həmin o faktlardır ki, burada danışdım onu. Yəni operator işləmişəm, çox insanların çəkmişəm də bu danışdıqlarını falanlarını. Elə şeylər var ki, onlar efirə getmir. O vaxtlarda YouTube zadı yox idi, tutalım. Və yaxud da ki, varsa da çoxunda internet yox idi. Mən arxiv yığırdım onları, öyrənirdim onlardan. Və onlardan ən yadımda qalan yaxşıdır bir şey var idi. Deməli, bunu TikTokda olmalıdır. Allah əhəd. Allah təkdir. Tərcüməsi budur. Burada da gəlir Muhammed. Daha doğrusu yox, Muhammed yox, Əhməddir. Quranda bunun adı Əhməddir. Demək belədir. Allah əhəd, bu birisi də Əhməd. Bir dənə M hərfi artırıldı. Eyni şeydir. Əhıdı, əhıdı, ortada mı var? Olur Əhməd. Əhməd, belə yazılır da səhv eləmirəmsə. Yox, bu olmur burada. Əhəd. Bu getdi işinə. Əhəd, Əhməd. Təkdir. Bu Allaha aiddir. Bu da yaranmışa. Bununla bu fərq nədir? M-da. Nədir bu? Nəyə oxşuyur? Yumurtalıq, bir də falls. Kişi cinsiyyət üzvü. Bu törədicidir. Bu isə törətməyəndir. Yəni, yaradanla, insanla Allahın fərqi budur. Əhməd burada, söhbət Muhammeddən getmir, əslində insana aiddir. İnsan törədicidir. İnsan bu cür cinsel münasibətlərlə törüyür, artır. Təsəvvür edin. Bunu bir dənə tiyatrda işləyən bir aktyor demişdi. Təsəvvür edin. İnsan tamam başqa sahədədir, amma bu mövzuları, ərəb dilini filanı, şərq, nə bilim, nəyini öyrənincə, şərqşünas olunca bunu kəşf eləmişdi və şeylə də görüşmüşdü o bir dəfə. Rus dilində Quranı tərcümə edən qadın var bir dənə. Şeir üslubu ilə yazır. Misirdə yaşayıb, sonra gəlib Rusiyada, adı yadımdan çıxdı onu. Karus həmin adamla görüşüb və deyib ki, belə bir şey o deyir, wow, heç mən deyir, bunu bilmirdim. O kişinin adı Faiqdir. Bir dənə adı yadımda qalıb. Sovet dövrü məşhur bir teatr, operadan sənət adamıymış. Belə, mən də sizinlə bölüşdüm bunları. Təşəkkür edirəm, var olasınız.